çoxlu ölüm hadisələri var ki, bu günləri ölüm hadisəsinə görə cərrahı günahlandırırlar. Amma mən %100 əminəm ki, orada cərrahın heç bir günahı yox idi. Əməliyyatdan sonraki nəzarətsizlik ucbatından olub. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır. Bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Bu məsələ bizim aktual məsələmizdir. Sosial şəbəkədə bu daha geniş müzakirəyə gedir. Hər bir həkimin uğurları da olur və uğursuzluq halları da olur. Bu dünyada artıq qəbul olunmuş bir haldır. Bayaq qeyd etdiyim kimi 3-5% hallarda ağırlaşmalar ola bilər. Bu ağırlaşmaların özü də təkcə həkimin səhvindən yox, pasiyentin də səhvindən ola bilər. Düzdür, onu biz sübut edə bilmirik ki, çünki xəstə öz evində deyilənlərə əməl elədi, eləmədi, soyuğa verdi, dərman içdi, içmədi, onun xəbərimiz olmur. Axı, pasiyent deyir eləmişəm, yalandan da olsa deyir eləmişəm. Belə hadisələr olur. Amma həkimlərin də səhvləri olur və düzdür, insanların gözündə həkim ideal görükür ki, heç bir səhv etməməlidir. Bəli, biz də çalışırıq ki, haqlıdırlar, əhali haqlıdır. Yəni, əhali bizdən gözləntisi odur ki, həkim səhv etməməlidir. Biz də çalışıb o səhvi etməməliyik və olsa belə onu aradan qaldırmağa çalışmalıyıq. Amma bu məsələlər hüquqi cəhətdən tənzim olmalıdır. Yəni, jurnalist əgər bunu danışırsa, heç olmasa bir hüquqşünasla məsləhətləşib və yaxud da ekspertizanın rəyini bilmədən durub söz deyib kimisə günahlandırmağı düzgün deyil. Sosial şəbəkədə belə şeylər çox olur. Yəni, bilmədən, məsələnin məğzin bilmədən hansısa həkimi günahlandırmaq düzgün deyil. Birinci, araşdırıb tapmalıdır ki, günahkar kimdir? Anestezioloqdurmu, cərrahdırmı, yoxsa oranın klinikanın rəhbərliyidirmi? Nə ilə bağlıdır bu məsələ? Ondan sonra həkimi günahlandırıla bilər. Amma düzdür, bu günləri hal-hazırda Azərbaycanda, ölkəmizdə nə olur olsun, günahkar həmişə həkim olur, müalicə həkimi olur ki, biz səni tanıyırıq, o biləni tanıyırıq. Bu problemləri biz yaşayırıq. Yəqin ki, bu məsələlər də yavaş-yavaş yoluna qoyulacaq, çünki bizdə bu işlərin tənzimlənməsi üçün tibbi hüquq yoxdur. Hüquqşünaslarımızın da içərisində hüququn tam bilənlər yoxdur. Məsəl üçün, başqa ölkələrdə tibb sahəsində hüquqşünaslar yetişdirilir. Ümumi tibb sahəsində hüquqşünas. Bizdə də onlar, mənə elə gəlir ki, ehtiyacımız var onların yetişməsinə ki, bizim tibbi düzgün araşdırıb bu məsələləri ortalığa çıxarda bilsinlər. Çünki çoxlu ölüm hadisələri var ki, bu günləri ölüm hadisəsinə görə cərrahı günahlandırırlar. Amma mən %100 əminəm ki, orada cərrahın heç bir günahı yox idi. Əməliyyatdan sonraki nəzarətsizlik ucbatından olub. Nəzarətsizlik də cərrah bütün günü səhərə qədər, gecə səhərə qədər xəstənin yanında qalmamalıdır ki. Gecə hadisə olubsa buna cərrah nə etməlidir? Və yaxud da əməliyyat edib gedib 8 saat sonra xəstəxanada rəhmətə gedib. Bunun günahkarı həkim deyil, cərrah deyil. Bunun günahkarı həmin klinikanın rəhbərliyindədir ki, reanimasiyanı düzgün təşkil eləməyib. Orada reanimatoloq yoxdur. Orada reanimasiya tibb bacısı yoxdur. Çox təəssüf ki, bu məsələ istər dövlət obyektlərində, istər özəl müəssisələrdə hələ də aktual olaraq qalır. Bu günləri reanimatoloq peşəsi demək olar ki, getmək istəyən yoxdur cavanlardan. Çünki ən ağır sahədir və ən az dəyər verilən sahədir. Ona görə də reanimatoloq sahəsinə gedənlər yoxdur deyə bu günləri reanimatoloq yerinə, elə COVID dövründə deyim sizə, COVID dövründə reanimatoloq əvəzinə gecəyə növbəyə pediatrlar qalırdı, terapevtlər qalırdı. Təbii ki, terapevtlə pediatr reanimatoloqun işini görə bilməz və onun göstərdiyi yardımı göstərəməz. Ona görə də ağırlaşmalar da müəyyən qədər oldu. O ağırlaşmaların da səbəbi ondan bağlı idi şeyləmə. Ona görə məsləhət görərdim ki, bu məsələlərə də düzgün yanaşılsın. Həm hüquqi cəhətdən, həm təşkilatı məsələlər həll olmalıdır. Əhalini qınamaq olmaz, xalqın gözü tərəzidir. Xalq narazılığını bildirirsə, istəyir, yüksək keyfiyyətli xidmət istəyir. O xidməti də biz də, dövlətimiz də, klinika rəhbərləri də, həkimlərimiz də onu çalışıb eləməliyik. Bu bizim problemdir. Əhalinin problemi deyil. Onu biz eləməliyik, biz hazırlamalıyıq. Bunun günahları bizdədir ki, biz bunu təşkil edə bilməmişik.